إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء. واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم. ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. أما بعد فإن أصدق الحديث كلام الله وخير الهدى هدى محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Muhterem Müslümanlar, Allah'tan korkun. Ve mübarek Ramazan ayının 7. günündeyiz. Artık 6 günü arkada kaldı. Ramazanın 6 günü bitti. Ve o günlerde ettiğiniz əməllər və yaxud əməl səhifələri artıq bağlandı. O günlərdə etdiyiniz əməllər yazıldı. Yaxşıya yaxşı, pisə pis. Nə etdinizsə bu 6 gündə hamısı qeyd oldu. Və hamısını görəcəksiniz. Odur ki, əgər bu Ramazan günlərinin haqqınızda, əməl səhifələrinizdə yalnız yaxşı və xeyirli olaraq yazılmasını istəyirsinizsə, o zaman bu Ramazan orucunu, Ramazan günlərini tuttuğunuz bu orucu imanla tutun. İmanla. Nə deməkdir imanla? Yəni imanınızı hər gün təzələyərək, oruclu ola imanınızı təzələyərək tutun bu orucu. Necə ki Allahın Resulü buyurur sallallahu aleyhi və səlləm: "Mən sâme Ramazana İmanen ve ihtisaben gufira lehu ma taqaddama min zembi." Kim Ramazan orucunu imanla ve mükafatını Allah'tan umarak tutarsa onun geçmiş günahları bağışlanar. Kim Ramazan orucunu imanla ve mükafatını Allah'tan umarak tutarsa onun geçmiş günahları bağışlanar. Eğer burada tuttuğun Ramazan orucunun günahlarına kəffara olmasını istəyirsensə, o zaman oruçlu olduğun zaman bu orucunu Kur'anla, zikirlerle, namazlarla, sədəqələrlə, yemək yedizdirməklə, salih əməllərlə çiz. Yəni bu əməllərlə imanını təmizlə və yaxud bu əməllərlə imanını təzələ. Və Allah Resulü sallallahu aleyhi ve sellem hədisdə dediyi, kim orucu imanla tutarsa bu deməkdir iman. Sən oruç tuttuğun zaman dilini zikirlə məşğul et. Sən oruç tuttuğun zaman gözün Kur'an'a baksın, Kur'an oku. Sən oruç tuttuğun zaman kulağın Kur'an eşitsin. Sən oruç tuttuğun zaman qəlbin təmiz olsun, pis zənlərdən uzaq olsun. Və bu cür əməllərini təmizlə və imanını təzələr. Belə olarsa, həmin bu oruç sənin keçmiş günahlarına kəffara olar. Və bu ayda etdiyiniz hər bir əməllər, qardaşlar, Allah üçün sevindirir. Bu ayda etdiyiniz salih əməllər Allah üçün diğer aylarda ettiğiniz əməllərdən daha sevimlidir. Xüsusən Quran oxumağınız.
Xüsusən yemək yedizdirməyiniz və xüsusən də namazlar. Ələl-xüsus təravih namazları və gecə namazları. Ona görə Allah'ın Resulü buyurdu sallallahu aleyhi ve sellem: "Men qâme Ramazâne îmânen ve ihtisâben, gufira lehu mâ teqaddeme min zenbi." Kim imanla ve mükafatını Allah'tan umarak Ramazan'ı qiyamında keçirərsə, onun kesilmiş günahları bağışlanar. Bundan önce dediğimiz hadis, kim Ramazan orucunu imanla ve mükafatını Allah'tan umarak tutarsa, bu hadiste ise xüsusilə qiyamı qeyd edir. Allah'ın Resulü sallallahu aleyhi ve sellem qiyamı qeyd edir. Kimdir Ramazan'ı imanla ve mükafatını Allah'tan umarak qiyamda keçirərsə. Qiyam yani namazda, yani ibadette. Odur ki, bu günler büyük bir fırsatdır senin için. Senin için bu günler oldukça büyük bir fırsatdır. Yani bu günler oldukça tez gelip keçir kardeşler. Tez gelip keçen bir öten günlerdir. Yani bu günlerde mümin birisine evde yatması yaraşmaz. Mümine evde yatması yaraşmaz. Çünkü günler ötür. Fəzilətli günləri dəyərləndirməlisən. Ona görə Allah'ın Resulü buyurur sallallahu aleyhi ve sellem bir hadiste: "Rahimə ənfu imri'in ədraka Ramazan fələm yuğfar ləh." Deyib Peyğəmbər sallallahu aleyhi ve sellem, burnu yerə sürtülsün o şəxsin ki Ramazana yetişti, lakin bağışlanmadı. Burnu yerə sürtülsün, torpağa sürtülsün o şəxsin ki Ramazan ayına yetişti, lakin bağışlanmadı. Yani vay o şəxsin halına ki bu fırsatı əlindən qasırdı. Vay o şəxsin əlinə ki bu mübarək ayda yatdı. Vay o şəxsin halına ki bu şərəfli ayda təmbəllik etdi. Buna görə də bağışlanmadı. Allah subhanahu ta'ala neye göre bu ayı fərqləndirir deyərlərindən? Neye göre? Kime göre? Hatta sənə göre. Əməl edirsən deyə. Sənə göre bu ayı dəyərləndirib, əməl edib Allah'ın rəhmətini qazanasan deyə. Allah'ın bağışlanmasını qazanasan deyə. Nə ilə? Oturup neyse gözleməklə. Yok, əməl edin. Allah subhanahu ta'ala sənə fürsət verir. Əməl et, Allah'ın rəhməti sənə yaxındır. Əməl et, Allah'ın məğfirəti sənə yaxındır. Əməl et, Allah'ın bəxşişlərlə dolu olan bu ayı, fəziləti, ədası, hədiyələri sənə olduqca yaxındır. Odur ki, bu ayı dəyərləndirin qardaşlar. Vay olsun dedi o şəxsin halına. Ziyan çəkdi o şəxsi. Ramazana yetişdi, lakin bağışlanmadı. Görün necə təhlükəlidir. Sən oruç tutasan da bağışlanmayasan. Bəs nəyə görə tutmuşdun orucu? Niyə bağışlanmadıysan? Oruç ne çapları olur günahlarına? Çünkü sen Kur'an okumadın bu ayda. Çünkü sen bu ayda zikirler etmedin. Sen bu ayda sədəqələr etmedin. Yemək yedizdirmedin. Təravih namazlarına koşulmadın. Gecə namazları kılmadın. Sen bu ayda dua etmedin. Sen bu ayda cemaatla beraber namazlarda iştirak etmedin. Yani salih amellere tələsmedin, istemedin, değerlendirmedin. Ona görə vay olsun diye o şəxsin halında. Ziyana uğradı, zərər çəkdi və həqiqi zərər çəkənlərdən də olan həmin o insandır. Çünki bağışlanma ayı olduğu halda, fürsət ayı olduğu halda onu dəyərləndirməmək böyük bir zülümdür. Odur ki, özünüz özünə zülm etməyin. Nəfsinizə rəhm edin. Bu ay fürsətdir. Tez gəlib keçir. Bunu özünüze büyük bir Allah'tan rəhmət olarak qəbul edin. Bu ayda çalışın arkadaşlar. Bu ay tembellik ayı değil. Her bir ettiğiniz əməl
Allah için sevimli ve değerlidirse o zaman bu əməllərə qarşı usanma. Etdiğin əməli hər gün, etdiğin sədəqəni hər gün et. Hər gün ver. Bir əməldəsənsə ta bu Ramazan günləri sona qədər o əməlində davamlı ol. Azdırsa davamlı ol, lakin artır. Bu günün dünənkindən daha xeyirli olsun. Sabahsı günün bu gündən daha xeyirli olsun. Bu cür əməllərlə ilerler. Çünkü günler seni gözlemir. Günler seni gözlemir. Fəzilətli günler seni gözlemir. Sen möhtac olan Allah'a. Allah Azze ve Celle sana möhtac değil. Bugün bağlı olan şeytandan bir neçə gündən sonra yine asılıp bırakılacak. Bugün bağlı olan cehennemin o kapıları bir neçə gün yine açılacak. Odur ki, özünüz özünüze rəhm edin ve bu ayda çalışın. وَلِكُلِّنْ دَرَجَاتٌ مِنَّا عَمِلُوا وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ Allah Teala buyurur, herkesin öz ettiği əməllərə göre dereceleri var. Bu derecelerde yükselmeye çalış, bu ay seni sökürsəttir. Herkesin öz ettiği əməllərə göre dereceleri var ve Allah bunların ettiklerinden gafil değil. Allah Subhanahu wa Taala bizleri bağışlasın ve bu ayda salih əməllər etməyə Allah Subhanahu wa Taala bizleri muvaffaq etsin. Barakallahu li ve lekum fil Kur'anil azim ve nefa'ani ve iyyakum bima fihi min al-ayati ve zikril hakim. Aqulu qawli hadha ve astaghfirullah li ve lekum ve lisa'iril muslimin min kulli dhanbin fastaghfiruhu innahu huvel gafurur rahim.